Gəldik videomuzun əsas hissəsinə. İmam Əli haqqında həqiqətlər və heç yerdə eşitmədiyiniz fakt, yəni mənbəsi ilə hədislər. İmam Əli dahi bir şəxsiyyətdir və bunu nahaq yerə Məhəmməd Peyğəmbər deməmişdi ki, mən elmin şəhəriyəm, İmam Əli isə onun qapısıdır. Amma İmam Əli barmağı ilə bir qapını götürüb atdı yox. İmam Əli bəli bir elm şəhərinin qapısıdır. Çünki İmam Əli, imam dediyimiz şəxs, imam rəhbərdir. Bəli, mən də onu rəhbər kimi qəbul edirəm ki, onu qətlə yetiriblər. İmam Əli həm də bir filosof idi, bir müdrik idi. Deməli, Məhəmməd Peyğəmbər çoban dediyimiz o şəxs, çoban sözünü birinci növbədə gedin araşdırın. Qədim Sumerlər çoban, tanrıları hansı ki göydən enmiş tanrılara deyirdilər çoban. Yəni bir eli, bir xalqı, bir toplumu, bir böyük bir insanlığı idarə eləyən adamlara çoban deyirdilər. Bu qoyun mənasında, qoyun oturan çoban mənasında deyil. Bu sözün çox dərin kökləri var. Bəli, bu çobandır deyib bugün qoyun otaran çobanı düşünməyin. Bir sözün kökünü, mənasını araşdırın. Qədim Sumerlərdən gələn, bəli, tanrılara, göydən enən tanrılara çoban deyiblər. Ayrılıb müəyyən bir qövmləri idarə eləyən. Məhəmməd Peyğəmbər çox dahi mütəfəkkir bir insan olub, çox ziyalı bir insan olub və o mağaraya çəkilib, öz dünyasına qapılıb və ilahi bəşəriyyətin sirlərini hansı ki o hər bir insana verilib, sadəcə insan ondan xəbərsizdir. Bax o sirlərə gedən yolu tənhalıqda tapmışdı, aydınlanma gəlmişdi və 23 il ərzində kitab indirdi və o tək yox, bax məhz Əli kimi silahdaşları ilə bir yerdə o dövr ehtiyac olan bir din, bir dövlət yaratdılar, bir gözəl cəmiyyət qurdular, azmış ərəbləri və digər xalqları bir yerə topladılar, amma o dünyasını dəyişəndən sonra onun üzərindən yenə oyunlar qurdular. Onun öldürülməsi, yəni bu təsdiqlənmir, bununla bağlı ziddiyyətlər var, amma bir çoxlarına məlumdur ki, onun özünü Məhəmməd Peyğəmbəri qətlə yetiriblər, zəhər veriblər, hərə bir cür deyir. Ondan sonra Əli artıq Həzrət Əli haykırdı və insanlığa həqiqətləri çatdırmaq istədi, insanları oyatmaq istədi. Amma yenə bugünkü gündə də onun dediyi həqiqətlərin üzərindən oyunlar qurdular və indi mən sizə o həqiqətlərdən bir çoxunu çatdıracağım, hansı ki bunları demirlər, amma qapı belə gəldi, o birisi elə getdi, uydurma bir şeylər qoyub ortalığa, yalandan ağladıb insanları azdırırlar, haqdan, ədalətdən uzaq tuturlar. İmam Əlidən özünü tanıma. Bu kitab, deməli, bu mənbə İmam Əli kim Allahı mənbə Hacı Əhliman Rüstəmovun informasiya blokundandır, deyirəm hardandır, bu lazım olsa paylaşaram. Hacı Əhliman Rüstəmovun informasiya bloku, baxın. Və bunun ardınca mənbələri də bir-bir qeyd olunub. İmam Əli kim Allahı tanıdısa tək qaldı, kim cəmaatı tanıdısa tənhalığı seçdi. Başlığı belədir. İmam Əli özünü tanıma və Allahı dərk etmək haqqında bunları buyurdu. Hansı ki, bugün mən bax, məhz bunu eləyirəm. Bəli, insanlara insanın ali bir varlıq olduğunu, hər bir sirrin insanın öz içində yatdığını, insan ola biləndə bu kainatın ən ali yaradılışı olduğunu deyirəm və bax bu kimi dahi şəxsiyyətlərə istinad eləyirəm. Onlardan biri də Həzrət Əlidir və bugün şükürlər olsun ki, yenə deyirəm, heç kim ölü deyil, o da haralardasa bir yerdə mənim bu səsimi, bu haykırtımı eşidir. Bəli, özünü dərk ən faydalı tanımadır. Özünü dərk ən faydalı tanımadır. Ğurarim, hikəm
98-65 mənbəsi. Qaydırıq. Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır. Özünü dərk etməyə nail olmuş şəxs ən böyük qələbəni qazanmışdır. Mənbə Ğurərul Hikəm, hədis 69-65 göstərirəm burada. Bunu orada da qeyd edəcəm. Ğurərul Hikəm 69-65. Sonra getdik. Özünü tanımayan kimsə başqasını necə tanıyacaq? Mənbə Ğurərul Hikəm, hədis 69-98 mənbəsi ilə gedirik. Kim nəfsini tanıdısa, onunla cihada qalxdı. Kim onu tanımadısa, öz başına buraxdı. Nəfis burada şuuraltı nəzərdə tutulur. 4. Yenə mənbə Ğurərul Hikəm, hədis 78-55, 78-56. Getdik. Kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki özünü tanıdı, başqalarından ayrıldı. Kim dünyanı tanıdısa ondan qəlbini üzdü. Hər kim cəmaatı tanıdısa tənhalığı seçdi. Mənim kimi bu günləri. Mənbə Ğurərul Hikəm, hədis 78-29, 78-32. Getdik. Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır. Özlərini. Yəni, insan birinci özünü tanımalıdır. Mənbə yenə Ğurərul Hikəm, hədis 31-26. Getdik. Özlərini ən yaxşı tanıyan insanlar Allahdan, özünü tanıyan ən gözəl hədisdir. Bunu sevirəm bu hədisi. Özünü tanıyan Allahını da tanıdı. Getdik mənbəyə. Getdik mənbəyə. Ğurərul Hikəm, hədis 79-46. Mükəmməl. Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir. Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir. Burada öz nəfsinin şərafətini sözü çox dərin bir sözdür. Çünki bəli, bu günləri biz nəfs dediyimiz şey əslində orada o günahkar deyil, sadəcə biz onu düzgün idarə etməliyik. Ğurərul Hikəm, hədis 10-930. Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir. Mənbə Ğurərul Hikəm, hədis 10-927. Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir. Mənbə Ğurərul Hikəm, hədis 10-937. İmam Səccad dualarının birində buyurdu: bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et. Hədis Biharul Ənvar, səhifə 94, cild 94, səhifə 128, hədis 19. İmam Baqir əleyhissalam Cabir Cuafiyyət tövsiyələrində buyurarmış: heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz. Mənbə Tuhaful Uqul, səhifə 268. Bəli, gördüyümüz kimi
bu şəxslərin özünü tanıma, mən anlayışını Allahdan, dindən, digər bütün ayinlərdən öncə qoyduğu halda, amma bizə nəyi təbliğ edirlər, bizi hansı yola çəkirlər. Allah o kişilərə rəhmət eləsin, onlar ölü deyirlər, onlar yaşayırlar. Bunu hər kəs, bax, özünü tanıma, özünü dərk etmə, özünü anlama, məhz o imamların da, Quranın da, Peyğəmbərin də, elm adamların da dediyi vacib nöqtə, insanın və həmçinin Nəsiminin də dediyi insanın özünü tanıma məqamına gələndə, hər kəsin gedib o kişiləri canlı, yuxu şəklində, necə yuxu görürük, o şəkildə niyyət edib, bax, niyyət edib, amma şuurlu yuxu deyilən yuxuda görüb özündən soruşmaq kimi imkanı var. Sadəcə insan özünü tanımalıdır. Mən dedim, siz də araşdırın, yoxlayın, öyrənin. Bu, Azərbaycanlı olan qardaş və bacılarım üçündür. İnamından, milliyyətindən, dinindən asılı olmayaraq bizi birləşdirən bir dil, bax, vacib bir ünsiyyət vasitəsi bizim bir ailədən çıxıb gəldiyimizin xəbərçisidir. Bəli, əsrlər öncə bir ailədən, sonradan sən nəyə inanırsan, inan, bizi bağlayan bir ana dilimiz var. Biz bir xalq, bir millət olaraq bir yerdən gəlirik. Bəli, Həzrət Ali haqqında heç yerdə danışılmayan həqiqətlər.